Qəbələdə tərs ev, upside down house. Deməli, dünyada 14-cü, Azərbaycanda isə bir ilk. Gəlin baxaq görək necə bir evdir. Belə bir tərsin evdir. Gəlin içəri girək. Məhəmməd, qapını aç. Tərs ev. Tərs evdir, hər şey tərsinə. Televizor tərsinə göstərir. Yavaş. Saat tərsinə. Qavlar tərsinə. Şəş. Sərinkeş tərsinə. Çılçıraq tərsinə. Kreslo tərsinə. Divan tərsinə. Stullar tərsinə. Bebek tərsinə. Quşlar tərsinə. Süpürgə tərsinə. Mətbəxdə əşyalar tərsinə. Gördüyünüz kimi pərdə tərsinə. Şəkil tərsinə. Divan tərsinə. Gördüyünüz kimi bax, divan tərsinədir. Bir də görə opsiya taxlanır. Gördüyünüz çəkcə tərsinədir. Ahmet, necə tərsinə? Necə tərsinə? Burada da yenə sərinkeş tərsinə. O desən uşaq evidir. Uşaq üçün otaq. Uşaq tərsinə. Oyuncaqlar tərsinə. Şkaf və içindəkilər tərsinədir. Gördüyünüz kimi hər şey tərsinədir. Tavanda hər şey tərsinədir. Burada gece yoksa otağa. Burada da şkaflar, yataq, tərsinə, ütü stolu tərsinə, ütü tərsinə, televizor tərsinə, gördüyünüz kimi şkaflar tərsinə. Burada da işıq tərsinə, çəkgüldən tərsinədir. Evin qapısı tərsinə. Tərs evdə düz əşyalar tapdıq. Buna bax. Buna boşdur. Keçdik hamama. Hamam otağında da böyle ışıklar yerdə. Unitaz, əl üzüyən yer, zibil qutusu, duş üçün olan hər şey tərsinə, vanlı tərsinə, hər şey tərsinə. Bura qədər. Burada welcome var, welcome da tərsinə. Gördüyünüz üçün də çaşmamaq üçün uşaqlara baxaq. Baxın bax,
Uşaqlar. Məhəmməd keçin hamam otağına. Məhəmməd, Murad. Hamama keçin. Baxın. Uşaqlar ayaqsa durub, amma hər şey tərsinə. Murad. Fikir verirsiniz, çox maraqlıdır. Gördüğünüz için bak. İnsanın aksine. Her şey aksine. Bundan da harcayalım. Sonra bakalım. Şöyle her şey düzdür. Her şey aksine. Bak. Buradaki aksine. Bakıyoruz abi. Məhəmməd, Murad, bəyəndiniz tərs evi? Ha, bunlar çəkməmişdim. Bu da yatağı. Sağ olun uşaqlar. Sağ olun. Yaxşı. Maşını istəyirsən? Qopardım maşını. Əlim çatmır axı. Mesela onu çatır. İstəyirəm. Artıq biraz belə yuxarı qaldır. Yaxşı. Burası.